Bugün günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran ərazisindən dron hücumları həyata keçirilib. Bir ədəd dron Naxçıvan Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyməsi və 2 nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pisləyirik. Azərbaycan ərazisində bu hücum beynəlxalq hüquq və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verilməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirə salmaz tədbirlər görməyi tələb edirik. Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçulu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək, deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.